yaşamlar. Salam doğma ünvana, Qərbi Azərbaycana, İgidlərin torpağı, qəhrəmanlar oylağı, Zəngəzurun ucadağı, mərd oğullar oylağı, gözəl vətən torpağım, dalğalanır bayrağım. Salamlar olsun sənə, bir dənə sən bir dənə, Zəngəzurun varizi, Qafan rayonunun özü, xeyli məşhur olubdu, həmişə yadda qalıbdı. Vardı bir yığı kəndi, görən ağamı bəyəndi, mehribandı milləti, füsunkardı təbiəti. Bu məskəndə, bu eldə vardı bir Rafaeldə, Yeraz balasıdır özü, doğrudu hər bir sözü. Zəhməti var en qədər, həmişə göstərib hünər. Babası olub xan kimi, şir kimi, aslan kimi. Nəzər edin bu sözlərə, qoy danışım sizlərə. Məmmədov Rafaeldən, igid çıxıbıdır eldən. Çox hörmətli kişi olub, o qiymətli kişi olub. Cavan yaşında əfsus etdi bizləri məyus. Heyf getdi rəhmətə, fəxr idi bu millətə. Sirdaşımız Rafaelin, qardaşımız Rafaelin, igid atası var idi, hər kəsə aşkar idi. Əbülfəzdir onun adı, çoxuna edib imdadı. İlahi kölgəsində, bir ofçu ailəsində, göz açıbdı dünyaya, bax sözümdə mənaya. Həm o yığı kimi yerdə, həm də Bakıda şəhərdə, tarixi düz səhifəli, elə 200 nömrəli. Məktəbdə müəllim idi, sanki bir alim idi. Unutma o müdriki, bütün ailənin yükü düşüb onun çiyninə. Bu söz olmaz əksinə, bəla gəldi bu ildə 2025-də, dünyasını dəyişdi, bu çox kədərli işdi. Rafaelin var əmiləri, qeyd edin bu mərdləri. Əjdər əmi şir kimi, Rəfiq mübaşir kimi, Əfrail və Xanvələt vardı hamsına hörmət. Qorsun olar ilahi, şair etdi izahi.